Oğuzun Ucqar Dağ kəndində elektrik təchizatı yenilənir. Elektrik dayaqları və xətləri dəyişdirilir. Oğuz elektrik şəbəkəsində 2025-ci ildə əhalinin enerji təminatını yaxşılaşdırmaq məqsədi ilə Oğuz elektrik şəbəkəsinin xidməti ərazisində xeyli işlər görülüb. Belə ki, 0,4 kV-lıq şəbəkədə 43 ədəd qəzalı dayaq bərpa olunub, 28 ədəd əyri dayaq dikəldilib və 259 ədəd yeni metal dayaq quraşdırılaraq 6239 metr sip kabel xətti çəkilib. Bundan başqa 640 ədəd metal dayaq rənglənib, 95 dayaq arası məsafədə xəttin qabarit ölçüləri normal vəziyyətə gətirilib. 10 kV-lıq şəbəkədə isə 90 ədəd yeni dayaq quraşdırılıb, 17 ədəd əyri dayaq dikəldilib, 85 dayaq arası məsafədə xəttin qabarit ölçüləri normal vəziyyətə gətirilib. Oğuz elektrik şəbəkəsində 10 kV-lıq hava xəttində 32 km, 0,4 kV-lıq hava xəttində isə 39 km məsafədə xəttə yaxın ağaclar budanıb. Xidməti ərazidə olan 206 ədəd 10,0,4 kV-lıq yarımstansiya cari təmin olunub. Şəbəkədə 553 ədəd sayğac dəsti yeni elektron tipli sayğac dəsti ilə əvəz edilib. Oğuz elektrik şəbəkəsi tərəfindən Ucqar Dağ kəndlərində yaşayan əhalinin dayanıqlı elektrik enerjisi ilə təminatını həyata keçirmək üçün rayonun Başdaşağıl kəndi ərazisində 0,4 kV-lıq şəbəkənin yenidən qurma işləri başlanıb. 150 ədəd yeni metal dayaq quraşdırılıb. 1830 metr və 680 metr sip kabel xətti çəkilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. İlkin Akifoğlu, Ceyhun Əhmədov, Ülviyə Orucova, Oğuz.